Pomidor üçün təbii üzvü gübrə, pomidorların ucunda deməli çiçək ucu çürümə deyirlər. Yəni buna deyək ki, meyvənin ucu çürüyür. Yəni baxın, burada göstərdim. Baxın. Məsələn, meyvə deyək ki, bunu meyvə deyir. Burada meyvənin altında qaralmalar baş verir. Burada qoymağa çalışacağam. Şəkili qoymağa çalışacağam, qoya bilsəm. Qoya bilməsəm də üzrsən. Burada vizual təsvir etməyə çalışacağam. Baxın, burada meyvə olur. Baxın, burada meyvə. Baxın. Meyvələrdə deməli meyvənin arxası qaralır. Bu meyvədə çiçək ucu çürüməsidir, kalsium çatışmamazlığıdır. Həmin kalsium çatışmamazlığını baxın, pomidorların yarpaqlarının kənarlardan, baxın bu hissələrdən, baxın belə içəriyə doğru yanması, yavaş-yavaş saralması, baxın o da kalium deməkdir. Bax məsələn alt yarpaqlarda baxın zərif saralmalar var. Bu deməli rütubətin çoxluğundan da ola bilər. Rütubətin çoxluğundan da ola bilər. Azot elementinin çatışmamazlığından da ola bilər. Amma burada azot elementinin çatışmamazlığı bəlirti vermir. Çünki bir bitkidə o görsənmir. Sizə o demək deyil ki, o qida çatışmamazlığıdır. Amma analiz etmək daha məsləhətlidir. Amma biz indi analiz hər dəqiqə elətdirə bilmirik. Onun üçün gözümüz laboratoriya olmalıdır. Baxıram ki, bu rütubətdəndir. Bu əkilən zaman rütubət çox oldu. Onda başladı yarpaqlarda o cür yaranmağa. Hazırladığım bu gübrə isə kalium və kalsium tərkiblidir. Deməli, yumurta qabığı, bir də kartof qabığını 5 litr yarım, yəni 2.5, 3 litrə yaxın suda 44 saat, 24 saat və yaxud 72 saat saxlayırıq. Daha sonra süzürük və bundan alınan, baxın, bu cür eləyəndə köpük əmələ gəlməlidir. Və bundan mən istifadə edirəm. Və baxın, görün, pomidorlar həqiqətən mükəmməl böyüyür. Həqiqətən mükəmməl böyüyür. Hərəsinin dibinə bu qədər verirəm. Baxın. Bu həm çiçək ucu çürümənin qarşısını alır, həm də bitkimizdə kalium çatışmamazlığını, həm də torpağımızın biotasını yaxşılaşdırır. Canlı orqanizmlərini artırır, faydalı deməli orqanizmlər var. Bunları əsas burada artırmaq lazımdır. Bizim torpağımıza gübrə verməyə ehtiyac yoxdur. Sadəcə onların necə deyim, torpağı canlandırmaq lazımdır. Torpaq canlanandan sonra onsuz da bitkilərimiz qida maddələrini özü torpaqdan alacaq. Amma ki torpağımızı canlı olmayandan sonra bu torpaq çox zəif idi. Bunun yeri ağappaq bir torpaq idi. Amma indi şükür olsun Allaha, həqiqətən torpağı alanda bir torpaqda baxın qaralma, biraz dərinə gedəndə qurd da, bəlkə də qurd da var. Burada bilmirəm. Test üçün buranı qazacağam. Baxın görəyin qurd varmı? İndi burada qurd yoxdur. Amma buralığı qazan zaman burada mən qurd müşahidə etmişdim. Bəlkə də indi də qaçsam qurd müşahidə edə bilərəm. Bura kartof qabıqlarını atmışdım. Onlar düzəlib. Onun üçün kartof qabıqlarını, bunu da bir məsləhət verim. Deməli, nə edə bilərik? Blenderdan keçirdib verməyimiz daha məsləhətlidir. Çünki blenderdan keçirdib verən zaman kartof qabıqlarında düzəlmə baş vermir. Belə deyim, niyə çıxmadı? Çünki torpaq soxulcanları daha dərin qatlarda olduğu üçün mən indi tapa bilmədim. Yəni lapatka bel vasitəsilə bir dəfə bel vursam, onların bir çoxu burada görsənəcək. Yəni deməyimin məqsədim odur ki, buradan mənə soxulcan çıxarda bilməyimə görə yox. Yəni torpaq burada çox zəif idi, ağappaq idi və torpağı qaralda bildim. Şükür Allaha, həqiqətən də. Yəni bu bir çox bilirəm ki, burada izləyənlər varsa əgər, bir çoxlarında bu problem var, torpağı şoranlaşıb. Yəni onların hamısını mən həll edirəm. Onun reseptini verirəm, bir-bir edirsiniz və faydasını görürsünüz. Və reyhanları da əkməyi pomidorların arasına unutmayın. Bu üzvü gübrəni də paylaşacağım YouTube, Instagram, TikTok kanallarımda. İzləməyi unutmayın. Agronom Motive səhifəsini daima izləyin. Çünki daima bacardığım qədər sağlıq olsa faydalı məlumatlar paylaşacağım. Sağ olun, var olun. Allah köməyiniz olsun. Abunə olmağı unutmayın.